Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bu gün yenə şirniyyat hazırlayacağam. Bayram ərəfəsində olduğumuz üçün şirniyyatlarımız bitmək bilmir. Şəkər bura hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə onu qeyd edim ki, unumuz doymak unudur. 1 kilo un götürmüşəm. Üzərinə 400 qram yağı əlavə edib umaç halına gətirirəm. Bu dəfə xəmirimizi umaclı edəcəm. Ərzaqlarımızın miqdarını açıqlama bölümündə yazacağım. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Artıq gördüyünüz kimi unumuzu umaç halına gətirdim. İki ədəd yumurta əlavə edirəm üzərinə. Bir fındıq boyda yaş maya əlavə edirəm. Çox vurmağa ehtiyac yoxdur. 2-3 yemək qaşığı 20% xam əlavə edirəm. Bunları yavaş-yavaş qarışdırıb, üzərinə biraz süd əlavə edib xəmirimizi yoğururam. Siz istəsəz süd əlavə etməyə də bilərsiniz. Gördüyünüz kimi artıq xəmirimiz hazır oldu. Asan və tez başa gələn. Videomuzu tezləşdirmişəm, sizlərə rahat olsun deyə baxmaq. Xəmirimiz artıq hazır oldu. Kiçik kündələrə ayırıram. Kündələrimizin hamısını bir-bir tərəzidə çəkdim. 40 qramdan olmalıdır. Mənim bu reseptimdən 47 ədəd kündə çıxdı. Şəkər buranın bilirsiniz 40 qram olmalıdır kündəsi. Kündələrimiz artıq hazır oldu. Bunun yarısını qaba yığıb soyuducuda saxlayacağım. Yerdə qalanını hazırlayana qədər bunlar soyuducuda qalsın. Çünki bilirsiniz xəmirimiz yağlıdır. İstidə qalanda biraz da yumşalır. Keçirəm kündələrimizi yaymağa. Gördüyünüz ölçüdə bunları yayıram. Artıq bilirsiniz, bayramlara sayılı günlərimiz qaldı. Qarşıdan 2 gözəl bayramımız gəlir. Həm Ramazan bayramı, həm Novruz bayramı. Sabah axırıncı çərşənbəmizdir. Bu gözəl bayram münasibəti ilə məni izləyən hər kəsin bayramını təbrik edirəm. Allah hər kəsin ruzusunu bol etsin ki, hər kəs bu gözəl bayramlarda istədiyini alıb, bişirib yeyə bilsin. Amin. Kündələrimizi az-az yayaraq içərisini doldururam. Qeyd edim ki, ləpə məndə həm qoz, həm fındıqdır. Mən həmişə belə edirəm, ikisini də bir yerə qarışdırıram. Belə daha dadlı olur. 1 yemək qaşığı əlavə etdim içərisinə və qıraqlarını bu formada bükürəm. Və istədiyiniz formada naxış edə bilərsiniz. Mən də bu formada naxış etdim. Və yenə də kənarlarını bu formada bükürəm.
1 ədəd kündəyə sarı rəng əlavə etdim, qida boyası. Bunu sarı edirəm ki, gül kəsəcəm şəkər buraların üzərinə vurmağa. Balaca gül fiqurlarım var, bunlarla kəsəcəm. Bu vacib deyil, siz bunu etməyə də bilərsiniz. Sadəcə görüntü gözəl görünsün deyə mən bunu edirəm. Şəkər buranın uc hissəsinə qoyuram, ikisini üst-üstə. Bir böyük, bir balaca qoyuram. Gözəlliyə gözəllik qatıram. Oxlunun uc hissəsi ilə ortasını bu formada edirəm. Və sonra da qırmızı qida boyası ilə ortasına rəng qoyuram. Daha gözəl olsun deyə. Bu da gördüyünüz kimi möhtəşəm görüntüsü olan şəkər buramız hazır oldu dəyərli izləyicilərimiz. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.